Hər vaxtınız xeyir gözəl insanlar. Demək, bugünkü gündə məsələ arbutusdan gedir. Arbutus ağacı, yəni dediyiniz arbutuslar, çiyələk ağacları, qoca yemiş. Bunlar ümumiyyətcə qış aylarında birinci erkən çiçəklər başlayır. Yəni belə 3 illik ağaclar, bunlar burada gördüyünüz 3 yaşında olan ağaclardır. 3 yaşında ağaclar əgər yerdə olsaydı, çiçək açmağa başlamışdı. İndi düzdür, içərisinə çiçək açmışlar, gedibdir, çiçəksizə qalır. Bu 8 yaşında olan ağacdır, məhsul verən ağacdır. Bunların ilkin çiçəkləmə başlayır dekabr ayından. Bax burada göstərəcəm bu dəqiqə mən hal-hazırda çiçəkdən çıxmışlar. Bax bunlar meyvələrdir. Dəqiqə göstərəcəm. Bax bunlar meyvələrdir ki. Bu meyvələr başlayır hamısı formalaşmağa. Təzə çiçəyə başlayır. İndi ikinci, üçüncü çiçəklər başlayır. Görürsünüz, bunlar bir ay ərzində, 15-20 gün ərzində başlayır çiçək açmağa. Yəni məsələ nədir? Arbutus ağacları ümumiyyətlə yarpağını tökür, yaşıllaşması ilin 12 ayı yaşıldır, çiçək verməsi ilkin başlanğıc 3 yaşından başlayır çiçək verməyə və o çiçəklə davam edir. İlin siz 12 ayında siz orada meyvəni görə bilərsiniz. Meyvəni diri halda yemək də mümkündür və quru halda da yemək mümkündür. Yəni üstündə quruyanda yemək olur. Meyvə çox zəngin meyvədir, yəni fərqli bir meyvə çeşididir. Yəni kim üçün ehtiyac olsa, bax belə gördüyünüz, belə buradakı böyük belə 8 yaşında ağacımız da var, 3 yaşında bax belə ağaclar da var. Hal-hazırda da var. Yenə dediyim kimi, arbutus çiyələk ağacları heç vaxt yarpağını tökmür. Heç vaxt yerdən çıxardılma əkilmir. Yəni bunlar hazır paket halında gəlir və paket halında da bir qərar verilib əkilməlidir. Yəni əkilmə qaydaları var, əkilmə qaydaları. Amma yəni arbutus ağacı ümumiyyətcə açıq vəziyyətdə, açıq köklü belə bir şeylər. Çünki nəyə görə? Yarpaqlı məhsullar yadınızda saxlayın. Yarpaqlı qışda oyanıqlı olan ağaclar fərqi yoxdur. İstər zeytun ağacı olsun, istər taflandır, istər murtdur. Bu qış periodu keçirməyən ağaclar, yəni ki, ümumilikdə yarpaqları tökülməyən ağaclar heç vaxt yerdən çıxardılmır. Heç vaxt. Torpaqdan çıxardıldı, xüsusi qaydada çıxardılmalıdır. Yəni açıq köklü çıxardılır, tullamalı zibilliyə. İndi belə şeylər keçəcək rast gəldi. Amma ümumiyyətcə arbutus ağacları